Aziz dostlar, bu günləri 03 may 2026-cı il Yardımlı rayonu Altun Uşaqlıq Sarayı. Altun Uşaqlıq Sarayı təşəkkür edir bizə şərait yarattığına görə. Yardımlının dəyərli oğullarıyla, idmançılarıyla, polisiyle, Astara'dan olan dostumuz Tofiq müəllimlə, şəhid qardaşlarıyla, qiraətçimizlə, gitara ustası Mikail qardaşım, saz ustası, aşığımız, değerlimiz Çingiz kardeşim, yardımlının bal sesli Amidiyle. Amid kardeş. Çok değerli insanlarla ulu önderimiz, ulu önderimiz Azerbaycan'ın kurucusu, Azerbaycan'ın yaratıcısı, Türk dünyasının dahi oğlu, böyük oğlu Heydər Əliyevin 100 illiğine həsr olunmuş tədbiri təşkil elədik, keçirdik. Təbii ki, bu tədbirdə mənə dəstəyinə görə hal-hazırda çalışdığım Gənclər İdman Nazirliyi, Respublika Kompleks İdman Məktəbinin rəhbərliyinə, Gənclər İdman Nazirliyi, Respublika Kompleks İdman Məktəbinin rəhbərliyinə, Cənub İdman Klubuna, Boks Federasiyasına xüsusi təşəkkür edirəm. Bizim bütün tədbirlərimiz bax, məhz belə keçir. Ulu öndərimizin xatirəsinə həsr olmaqla yanaşı narkomaniyaya yox deyək tədbiridir. Biz bütün boks yarışlarımızda, boks tədbirlərimizdə gənclərimizi sağlamlığa çağırırıq, gəncləri idmana çağırırıq, idmanla məşğul olaq, narkotikdən, narkomaniyadan uzaq olaq. Biz hal-hazırda Yardımlı rayonlarıq, çünki mən Yardımlı rayonda doğulmuşam. Mənim həmkarım, dünya çempionu, hakim qardaşımla, dostlarımla, İqbal Nəhmədlə, gördüyünüz bu dəyərli oğullarla, Yaşar Ağaməmmədov və atam, ağsaqqalımız Həsənbala müəllim, Allah şəfa versin, Allah verdi, yəni burada olmadı, amma bizə öz salamlarını çatdırdı. Şəhidimiz Rasim Rufurluyevin Yadigar əminin dəstəyi ilə, köməyi ilə bu tədbirimiz artır. Keçirdi, başa çatdı, Yardımlı Altun Sarayında, Arvana kəndinin cəmaatı buradaydı. Demək olar ki, bütün kəndlər, Göriyəli, Bürzümbül, Astara, Uraçaran, Şəfəqli, Dəlləkli, Zevin, Dağızı, Vərgədüz, Ərsilə, Bürzümbül, Uraçaran, Şiləməngə, bütün kəndlərimiz burada iştirak elədi. Ulu öndərimizin tədbirini yüksək formada başa vurduq. Biz, buradakı olan gənclər, buradakı olan zamanlar hamımız birbaşa Ali Başkomandan İlham Əliyevin əskərləri və bizim borcumuz odur ki, bu vətəndə çalışırıqsa, bu vətəndə işləyiriksə, bu vətəni bizə bəxş edən ulu öndərimizə və prezidentimiz İlham Əliyevə həmişə sadiq qalmalıyıq. Yenə də tədbirin sonunda Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin, Allah ordumuzu qorusun, Allah bütün sadə xalqımızı qorusun. Alqışlayırıq, ömür işləri.